Bugüne kadar bu adam hakkında oturup her hansı bir yerde özümden danışmamışam. Heç bir yerde bu adam hakkında heç standa belə yadıma düşmür. Adam özü qaşınır, adam özü bədəni tələb edir. Amerikada yaşayır, deyir, ən pis yaşayan Amerikada bizi, sonra da deyir, ən yaxşı yaşayan da mənəm. Amerikada deyir, iş yoxdur, sonra da deyir, ən lüks yaşayan adam mənəm. Amerikada kuryer qazanmır, taksi qazanmır, sonra deyir, ən yaxşı yaşayan mənəm, özü işləmir, oturur, arvad yanında. Bu ve bunun dostları. Tek profilinizde belə yazar biraz. Arvadım namusun olsun anozun ağzına. Tasdikli. Bu sözü diyen adamın yanında kim varsa bundan sonra kim oturup bundan sonra yiyirsə, söhbət edirsə sizin de arvadlarınızın, amcığın verin hamısı yesin. Yəqin bir masada bir stolda belə danışırsınız. Ha, sənin arvadın aldı, Meksikalıdı. Ha, arvadımın amcığın yiyir. Ha, mənim arvadım da dedi Meksikalıdı. Mənim arvadımızı siz hamısı. Yəqin kebab stolunda belə söhbətlər edirsiniz. Bu adamla bu söhbətlərdən sonra kimsə oturur, çörək yesə, bir yerdə video çəksə, qardaşım dedisə, bratım dedisə, üzü görünsə, arvadlarınızı sikəcəm. Anavızı tapacam Azərbaycanda, onları sikəcəm. Bacılarınızı tapıb sikəcəm. Sizin payıza bundan sonra buna qardaş deyib, əgər bundan oturursa, arvadınızın amcığına boşalın. Peysərsiniz, hala Brain var ha. O Brain var arkasından da arvadını hamilə saxlayıb, deyir mən bomba oğlanam. Sikəcəm onun da arvadını. Hamısını sikəcəm ki, durduğu yerə ancaq söz söylə, biz heç kəsi söyləmişik. Amerikada yaşayan heç bir kəslə də işimiz yoxdur. Bizim işimiz falçılarla, götlərlə, millət aldadanlarla, insanların əziyyətini yerə vuranlarla, özün yandıran qazilərə əziyyət verənlərlə. Anavızı sikim, nə yaşayırsınız? Bizlə mübarizə aparırsınız, biz damatla mübarizə aparırıq. Sikəcəm sizin var ya. Sizi o kebab stolunda görmək istəyirəm. O kebab stolunda oturanlar var. Hamımızın götünə, anavızın o götünə sokacam o şişləri tək-tək. Ki, qəhbənin oğlu. Belə peysərlə bir masada oturup qardaş düşsə, deməli siz də arvadlarınızın amcığını yedizdirirsiniz sonra buna. Siz də əgər anavızın amcığını yedizdirirsiniz, bu adamla bir masada oturursunuz buna qardaş düşürsünüz. Çünki qardaşınızın arvadı amcığı gəzir küçələrdə cəmaatın ağzında. Kardeşin arvadı senin arvadın, bacın sayılır. Yani senin evve gel, onun arvadı sana gelindi, bacı diyorsunuz. Dostunuzun arvadına ne diyorsunuz bilmirəm. Bakın məsləhət üzə. Qəhbə yığınları, bakın məsləhət. Kim arvadlarınızı? Arvadın götüne boşalım diyeceğim, kayıf tutacaksınız. Çünkü öz dilinizlə diyorsunuz ki, gəl mənim arvadımın amcığını yiyin. Siz kayıf, belki de arvadınızı dostlarınıza sikdir, bir yerde bakırsınız, kayıf tutursunuz. Dostu çağırsın ki, arvadını sikdirsən, bakırsan, kayıf tutursan. Ben başka esine düşünebilmiyorum.